Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 9:00. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 9 buraxılışını Rəsul Məmmədli təqdim edir. Salam, hörmətli tamaşaçılar, xoş gördük, sabahınız xeyir, etibarlı xəbərin doğru ünvanında. Biz İranla razılaşma əldə etməliyik, əks halda nəticəsi çox travmatik olacaq. Bu sözləri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump deyib. O əlavə edib ki, ilk dəfə razılaşma olsaydı gecə yarısı hücum baş verməyəcəkdi. Əgər onlar razılaşma əldə etməsələr, bu artıq fərqli hekayə olacaq. Benjamin Netanyahu ilə çox yaxşı görüş keçirdik və o bunu başa düşür. Əgər razılaşma ədalətli olmasa, çox çətin bir dövr gözlənilir, deyə Trump əlavə edib. Ukraynada müharibənin yekunlaşması ilə bağlı sülh sazişinin imzalanması mümkün olmasa, Ukrayna uduzmur. Kiyev Rusiya ilə müharibəni davam etdirməyə hazırdır. Bunu Ukrayna prezidenti Volodymyr Zelenski Atlantik nəşrinə müsahibəsində bildirib. Nəşrin məlumatına görə hökumətin bəzi üzvləri Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanması üçün imkanların olmamasından narahatdırlar. Onların fikrincə, əgər yaz aylarında müharibənin sona çatması haqqında razılaşma əldə olunmasa, Kiyevi illərlə davam edəcək hərbi əməliyyatlar gözləyir. Ukraynanın müdafiəsi üzrə təmas qrupunun toplantısında Kiyevə yardımla bağlı qərar qəbul olunub. Ramstein formatında keçirilən görüşün iştirakçıları Ukraynanın müdafiəsi üçün bu il 35 milyard dollar vəsait ayrılması öhdəliyini götürüblər. Bu barədə Böyük Britaniyanın müdafiə naziri John Healey açıqlama verib. Biz yalnız birlikdə hərəkət etsək, insanların həyatlarını xilas edə, sülhlə bağlı razılığa gələ bilərik, deyə Healey bildirib. Nazirin sözlərinə görə Böyük Britaniya və öz tərəfindən indiyədək Ukraynaya ən böyük həcmdə hərbi yardım ayırır. John Healey ümumi həcmi yarım milyard funt sterlinqdən olan yardım paketi elan etdiyini xatırladıb. Bu yardım Ukraynanın zəruri hava hücumundan müdafiə ehtiyaclarına sərf olunacaq. Bu arada Rusiyanın Volqograd vilayəti ikinci gün artıq ardıcıl olaraq Ukrayna Silahlı Qüvvələrinin hava hücumuna məruz qalıb. Nəticədə 3 nəfər xəsarət alıb. Bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib. Onun sözlərinə görə yaşayış evlərinin yaxınlığına puanın düşməsi qeydə alınıb. Nəticədə avtomobillərə zərər dəyib, mənzillərin şüşələri sınıb. Bir neçə sənaye müəssisəsinin ərazisinə də həmçinin dron qalıqları düşüb, dəymiş ziyanın həcmi hesablanır. İsrail hərbiçiləri Livanın cənubuna növbəti dəfə hava zərbələri endirib. Hücumun hədəfi Hizbullah silahlarından biri olub. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, zərbələr Hizbullahın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq endirilib. Livan Səhiyyə Nazirliyi hücum nəticəsində bir nəfərin öldüyünü açıqlayıb. Belçika polisi Brüsseldə Avropa Komissiyasının binalarında bir sıra axtarışlar aparıb. Financial Times qəzetinin məlumatına görə əməliyyat 2024-cü ildə Avropa İttifaqının daşınmaz əmlakının satışları zamanı yol verilən qanun pozuntuları ilə bağlı istintaqın bir hissəsi kimi həyata keçirilib. Araşdırmalar Belçikanın Suveren Rifah Fondu tərəfindən 900 milyon avroya satın alınmış 23 bina ilə bağlıdır. O zaman Avropa Komissiyası satışın ittifaqın maliyyə qaydalarına uyğun həyata keçirdiyini açıqlamışdı. Fransada qasırğa ciddi fəsadlar törədib, təbiət hadisəsi nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Güclü külək ağacları aşırıb, elektrik xəttlərini sıradan çıxarıb. 900 minədək ev işıqsız qalıb, ölkənin cənub-qərbində isə küləyin sürəti saatda 162 km sürətə çatıb. Təhlükə ilə əlaqədar 5 departamentdə qırmızı, 29 regionda isə narıncı həyəcanı elan edilib. Qasırğanın vurduğu maddi ziyanın həcmi dəqiqləşdirilir. Plusieurs quartiers brûlés et ces voitures écrasées sous les troncs. Toutes les écoles de la ville sont restées fermées.
Artıq bir neçə dəfə səs-küylü oğurluq hadisələri ilə gündəmə gəlmiş Parisin Louvre muzeyi bu dəfə fırıldaqçılıq işi ilə diqqət mərkəzinə düşüb. Le Parisien qəzetinin yazdığına görə muzeydə saxta bilet satışı və ekskursiyaların yenidən bron edilməsi ilə məşğul olan şəbəkəyə qarşı geniş polis əməliyyatı keçirilib. Fırıldaqçıların əsas hədəfinin Çinli turistlərin olduğu bildirilir. 9 nəfər saxlanılıb, onların arasında bələdçilər də var. Bundan başqa 3 avtomobil müsadirə edilib, 130 min avro nağd pul, bank hesabından təxminən 200 min avro və iri məbləğdə vəsaitin oğul olduğu bir neçə bank seyfi aşkarlanıb. Ölkə xəbərlərlə davam edirik. Ordubad şəhəri İSESCO-nun İslam dünyası irsinin ilkin siyahısına daxil edilib. Bu barədə qərar Özbəkistanın Daşkənd şəhərində keçirilən İSESCO-nun İslam dünyası irs komitəsinin 13-cü sessiyasında qəbul olunub. Qeyd edilib ki, 1977-ci ildən tarix memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 2001-ci ildə UNESCO-nun ümumdünya irsinin ilkin siyahısına salınıb. Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə Ordubad Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Sumqayıtda təmir köşkündə yanğın olub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində metal və taxta konstruksiyalardan ibarət köşkdə alovun genişlənməsinin qarşısı alınıb. Yanğın yaxınlıqda yerləşən uşaq bağçasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Lökbatan qəsəbəsində yaşayış binasında da həmçinin yanğın baş verib. 5 mərtəbəli binanın 3-cü mərtəbəsində elektrik sayğaclarında baş vermiş yanğın mənzillərə yayılmasına imkan verilmədən söndürülüb. Hadisə nəticəsində 10 ədəd elektrik sayğacı yanıb. Yanğın söndürənlər mənzillərdə köməksiz qalan 3 nəfəri xilas ediblər. Bina sakinləri təxliyə olunub. Daha bir yanğın hadisəsi isə paytaxtın Babək prospektində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Alov 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasından başlayıb, əraziyə cəlb olunan yanğın söndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar. Binadan sakinləri həmçinin təxliyə ediblər. Bərdədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qərənə kəndi ərazisində qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində sürücülərdən biri həyatını itirib. 2 nəfər isə yaralanıb. Xəsarət alanlar Bərdə diaqnostika mərkəzinə çatdırılıblar. İndi isə hava haqqında. Bugün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Temperatur 10-15 dərəcə isti olacaq. Rayonlarda da həmçinin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur 13-18 dərəcə isti olacaq. Belə, hörmətli tamaşaçılar, bizdən bu saata bu qədər. Efirimizi isə ASTV İqtisadiyyat davam etdirir. Görüşərik. ...2025-ci ildə Səngəçal terminalından ümumilikdə 209 milyon bareli neft və kondensat, eləcə də 27 milyard kubmetr şah dəniz qazı ixrac edilib.
Hazırda terminalın gündəlik ixrac gücü 1,2 milyon barel neft və kondensat, 100 milyon kubmetr qaz təşkil edir. Şah dəniz yatağından ilk hasilatdan ötən ilin sonuna dək ümumilikdə 264 milyard kubmetr qaz və 52 milyon ton kondensat hasil olunub. Azəri-Çıraq günəşli yataqları üzrə isindiyədək 4,6 milyard barel neft hasil edilib. Azərbaycan dövlətinə 61 milyard kubmetrdən çox səmt qazı təhvil verilib. 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə 131 milyon, əsaslı xərclərə isə təqribən 98 milyon dollar həcmində vəsait yönəldilib. BP Azərbaycan şirkətinin hesabatına görə 2024-cü ilin göstəricisi ilə müqayisədə Bakı-Tbilisi-Ceyhanın əməliyyat xərcləri 15 milyon dollar və ya 10,3% azdır. Əsaslı xərclər isə 54 milyon dollar və ya 2,2 dəfə artıb. Kəmər istismara veriləndən 2025-ci ilin sonuna dək təqribən 619 milyon ton xam neft nəql edilib və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Yanvar ayında Azərbaycanın icmal büdcəsinin gəlirləri 4 milyard 411,9 milyon, xərcləri isə 1 milyard 717,5 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin xəbərinə görə ötən ay büdcədə 2 milyard 694,4 milyon manat profisit yaranıb. Bu isə ümumdaxili məhsulun 29,7%-ni təşkil edir. Yanvarda Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq ümumidaxili məhsul istehsal olunub. Azad olunmuş ərazilərdə 100-ə yaxın qəsəbə və kənd yaşayış məntəqələrinin şəhərsalma əsasnamələri təsdiq olunub. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib. Onun sözlərinə görə hazırda azad olunmuş ərazilərdə 70 mindən çox vətəndaş yaşayır. Yaşayış məntəqələrinə ümumilikdə 37 köç baş tutub. Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olmalar 487 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin xəbərinə görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azdır. Bununla belə, gömrük daxil olmaları proqnozdan 0,4% çox icra edilib. Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsi büdcəyə 6 milyard 682 milyon manat vəsait köçürməlidir. Beləliklə, bir ay ərzində həmin məbləğin 7,35%-i təmin olunub. Ötən il rəqəmsal iqtisadiyyatın qlobal həcmi əvvəlki ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollara da yüksəlib. Rəqəmsal iqtisadiyyatda Amerika Birləşmiş Ştatları 25%-lə ən çox paya malik olan ölkə kimi qeydə alınıb. Azərbaycanda isə qeyri-neft ümumdaxili məhsulunun 2,8%-i informasiya kommunikasiya texnologiyalarının payına düşür. Başqa sözlə, ölkədə rəqəmsal sektorun həcmi 3,3 milyard manat təşkil edir.